Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Böyük məbləğlərdə kredit götürərkən banklar zamin təmini tələb edir. Borc alan borcu ödəmədikdə isə zamin duran şəxs bank tərəfindən narahat edilir. İndi də kredit müqavilələrində zamin duran şəxslərin də borc alan kimi məsuliyyət daşıdığı, xüsusilə onların ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəlib. Bəzi kredit müqaviləsində zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? Xəbər verilir ki, iqtisadçı ekspert Əkrəm Həsənov deyib ki, həm borc alan, həm də zamin yalnız məhkəmə qərarı olduqda borcu ödəməyə məcbur edilə bilər. Əgər zamin və ya borc alan borcu ödəmək imkanına malik olsa, lakin bilərəkdən bundan yayınsa, o halda onların ölkədən çıxışına qadağa qoyula bilər. Ekspert həmçinin onu bildirib ki, yalnız üzürsüz səbəbdən borc ödənilmədikdə ölkədən çıxışa qadağa qoyula bilər. Əgər vətəndaşın pulu yoxdursa, bu üzürlü səbəb sayılır. Qeyd edək ki, kredit müqavilələrində zaminlə borc alanların öhdəlikləri eynidir.